Gənc yazar Sevindik Nəsiboğlunu dəvət etmək istəyirəm. Çünki şəhidimizə aid kitabın müəllifidir. Buyurun. Hörmətli tədbir iştirakçılarını ürəkdən salamlayıram. Çıxışıma başlayarkən bildirmək istəyirəm ki, qəhrəmanlar başı qarlı, uca, keçilməsi çətin, ancaq şərəfli olan dağın zirvəsinə bənzəyirlər. Bu zirvəyə nəyimiz çatmaq, heç göz dolusu baxmaq da asan deyil, çətindir. Çünki zirvələr həmişə günəşə tən olur. Günəşə isə heç günəşin özü də göz dolusu baxa bilməz. Ancaq düşünmək lazımdır ki, o qəhrəmanlar həyata başlayandan belə zirvə olmayırlar. Yaşadıkları həyat tərzi, etdikləri xeyir işlər, vətən qarşısında, ailə qarşısında olan borclarını ödəmələri və hətta bu yolda canlarını sevə-sevə, heç düşünmədən fəda etmələri qəhrəmanlarımızı zirvələşdirir. Nəticədə Qadir Allah sonda onların ömürlərinə şəhid ad qazandırıb son versə də, onları böyük bir zirvəyə çevirir. Əvvəl dediyim kimi, zirvələr günəşə tən olur. Günəş gündüz qalxıb gecə insə də, zirvələr heç vaxt yemirlər. Zirvələr üçün aydınlıq, gündüz, xoş sabahlar həmişə var. Qəhrəmanlarımız şəhidlik zirvəsində yüksələrək qazandıqları qələbəni də zirvələşdirdilər. Ona öz günəş nurlarından pay verdilər. Zəfəri nurlandırdılar. O qəhrəmanlardan biri də alı kimi, özü də nur parçası olan şəhid leytenantımız Nurlan Nadiroğlu Həsənov. Bu gün mən hər bir Azərbaycanlı kimi böyük qürur hissi keçirirəm. Çünki Nurlan kimi yiğitlərimizin, qəhrəmanlarımızın canı, qanı bahasına Qarabağımız azad olunur. Alnımızdan məğlubluq, qaçqınlıq damğası silinir. Şəhidlərimiz, qazilərimiz özləri kimi vətənlərini də zirvələrdən zirvələrə uzatırlar. Həm də ona görə qürurluyam ki, qəhrəman leytenantımız Nurlan Həsənovun həyat və döyüş yolu haqqında kitab yazmaq şərəfi mənə qismət oldu. Vətənimizə, şəhidlərimizə olan borcumu az da olsa ödəməyə çalışmışamsa, bunun özü də mənim üçün xüsusilə qürur vericidir. Şəhidimizə həsrlədiyim Zəfəri nurlandıran Nurlan kitabına Şuşa Dövlət Musiqili Dram Teatrında keçirilən möhtəşəm tədbiri isə unutmaq qeyri-mümkün. Çıxışımın sonunda tədbirin təşkilində əməyi olan hər kəsə, tədbir iştirakçılarına, qəhrəman şəhidlərimizin əziz ailə üzvlərinə, hər zaman dualarını və dəstəklərini dərindən hiss edədiyim qəhrəmanımızın valideynləri Həqiqət ana və Nadir ataya və onların dəyərli ailə üzvlərinə dərin təşəkkürlərimi bildirirəm. Allahdan şəhid leytenantımız Nurlan Həsənova və onunla birlikdə torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət edirəm. İcazənizlə çıxışımı şəhidimizin nənələri Gülayə Həsənova və Suraya Quliyevanın dilindən yazdığım bayaqının səslərində bitirmək istəyirəm. Şuşa dağı dumandır, görüşümüz gümandır. Sənsiz çox darıxmışıq, tez qayıt, gəl, amandır. Gedişin son olubdur, izlərim də doluqdur. Əkib getdiyim günlər həsrətindən solubdur. Gül çiçəklər açdı, gəl, aləmə nur saçdı, gəl. Gözdə yaşım qalmadı, selləndi, hey daşdı, gəl. Şuşanın özü nurlan, cığırı bizi nurlan. Gec açıldın, tez soldun, tərk etdin bizi nurlan. Ulduz ayın nurlanım, şirin payın nurlanım. Səni haraylayıram, çatmır payın nurlanım. Bu dağlar sənsiz olmaz, dumansız çənsiz olmaz. Qəlbimiz həsrətində, inan ki sənsiz olmaz. Həsrətindən yanıram, yanıb alovlanıram. Sənsizəm çox zamandır, bezirəm, usanıram. Ay mənim qara balam, dərdimə çara balam. Bu gelişinlə vurdum qəlbimə yara balam. Dağlar duman oldu, gəl,
halım yaman oldu gəl. Ömrümün son çağıdır, axır zaman oldu gəl. Ürəyimsən, canımsan, damarımda qanımsan. Vətən üçün şəhid olan, qəhrəman nurlanımsan, qəhrəman